Təbriz Millət Vəkili Əli Rza Novin İdman Nazirliyi və İran Futbol Federasiyasının rəhbərliyinin İran stadionlarında türklərə və traktor futbolçularına qarşı irqçi təhqirlərə qarşı fəaliyyətsizliyini və laqeydliyini tənqid edərək xəbərdarlıq edib. Millət vəkili bildirib, İranda futbolun gələcəyi əxlaqsızlıqla təhdid edilir və bu xəstəliyin müalicə olunmaması gələcək nəslə utanc gətirəcək. Premyer Liqa çempionunun müəyyənləşməsi ərəfəsində Futbol Federasiyasının söyüş və etnik təhqirlər qarşısında fəaliyyətsiz qalması belə halların artmasına gətirib çıxarır. Stadionlarda traktor və digər komandaların oyunçularının səfəri, türklərin və digər etnik qrupların nümayəndələri təhqir edilməməli. Futbol Federasiyası isə bu haldan öz xəzinəsini doldurmaq üçün cərimə vasitəsi kimi istifadə etməklə kifayətlənməməlidir. Yaxşı bilirsiniz ki, futbol aləmində 1 milyardlıq cərimə klub və futbolçular üçün ağır və ya çəkindirici rəqəm deyil. Qeyd edək ki, İran milliyyətçiliyi pərdəsi altında təqdim edilən antitürkçülük və fars irqçiliyi İranda son 100 ildə institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farslar tərəfindən təzyiqlərə və aşağılamalara məruz qalıblar. İran hökuməti isə öz növbəsində sistemli şəkildə irqçiliyi cəmiyyətə aşılamağa davam edir. İranın dərsliklərində, mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir. Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirliklərinin nümayəndələri arasında 3 tərəfli görüş keçirilib. Məlumata görə, tədbiri Gürcüstanın Xarici İşlər Naziri Maka Baçarishvili açıb. Qeyd edilib ki, görüşün məqsədi 3 ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da 3 tərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər. Danışıqlarda Gürcüstan tərəfini Xarici İşlər Nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə Xarici İşlər Nazirinin müavini Vaqan Kastanyan təmsil edir. Səudiyyə Ərəbistanının Müdafiə Naziri Xalid bin Salman bugün Tehrana səfər edərək İran rəsmiləri ilə görüşəcək. Bu barədə Səudiyyə mediası məlumat yayıb. Bu, iki ölkə arasında münasibətlərin 7 il kəsilməsindən və 2023-cü ilin yazından əlaqələrin bərpasından sonra Səudiyyə Ərəbistanı rəsmilərinin İrana ilk yüksək səviyyəli səfəridir. Səudiyyə Ərəbistanının Müdafiə Nazirinin Tehrana səfəri zamanı İranın yüksək rütbəli hərbi və siyasi rəsmiləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bağiri ilə görüşü gözlənilir. Məlumata görə, hər səfər zamanı Qəzzadakı müharibə, Suriya, Lübnan, Yəmən və İraqdakı vəziyyət, həmçinin İran körfəzi regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq və sabitlik də daxil olmaqla geniş spektrli regional məsələlər müzakirə olunacaq. İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçı Rusiyaya gedib, bildirib ki, o yüksək rütbəli rəsmilərlə danışıqlar və məsləhətləşmələr aparmaq, Əli Xameyninin Rusiya prezidenti Vladimir Putinə yazılı müraciətini çatdırmaq üçün Moskvaya yola düşüb. Tasnim agentliyinin məlumatında bildirilib. Nazirin planlaşdırılan səfəri Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun dəvəti və iki ölkə arasında strateji tərəfdaşlar kimi davam edən məsləhətləşmələr çərçivəsində baş tutur. Səfər zamanı Araqçı regional və beynəlxalq hadisələr, eləcə də Amerika ilə son dolayı danışıqlar barədə müzakirələr aparacaq. Tehranın Evin həbsxanasında məhbuslarla həbsxana nəzarətçiləri arasında qarşıdurma olub. Bu barədə xəbər verən İnsan Haqları Təşkilatları məlumatına görə qarşıdurma həbsxananın 4-cü bölməsində saxlanılan 5 siyasi məhkumun edam üçün Kərəcin Qızılhisar həbsxanasına köçürülməsi zamanı baş verib. Başqa siyasi məhbuslar 5 siyasi məhkumun köçürülməsinə mane olublar. Həbsxanaya çağırılan xüsusi qüvvələr etirazçı məhbuslara hücum edib. Nəticədə bir neçə məhbus yaralanıb. Edama məhkum edilən Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəni-Ameriyan, Əli Əkbər Danışvərkar və Babək Əlipur hökumətə müxalif Xalq Mücahidləri Təşkilatına üzv olmaqda günahlandırılıblar. Qeyd edək ki,
İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib. Bununla yanaşı, siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir. İsrailin keçmiş müdafiə naziri Benny Gantz İranın Amerika ilə danışıqları qəsdən uzatdığını və İsrailin İranın nüvə silahına sahib olmaması üçün hərəkətə keçməli olduğunu bildirib. Benny Gantz bu barədə özünün sosial media hesabında yazıb. İran rejimi danışıqları uzatmaqda mütəxəssisdir. İsrail dövləti İranın nüvə potensialını aradan qaldırmalıdır və bunu edə bilər. Böyük müttəfiqimiz Amerika ilə sıx əməkdaşlıq edərək yaxın şərqi dəyişməyin vaxtıdır. Amerika prezidenti Donald Trump Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin Amerika limanına qəbuluna qoyulan qadağaların müddətini daha bir il uzadıb. Məlumat Ağ Evin Amerika federal reyestrində yerləşdirilmiş sənəddə əksini tapır. Trumpın imzaladığı sənəddə Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarına yan almasını və hərəkətini tənzimləmək üçün 10.371 saylı bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərinin bir il müddətində uzadıldığı qeyd olunur. Rejim tərəfdarı və Sepaha bağlı Cavan qəzeti bildirib ki, Amerika ilə nüvə danışıqları getdiyi bir vaxtda İran ordusu hazır vəziyyətdə gözləyir və öz gücünü artırmağa davam edir. Döyüş meydanı diqqətdən kənarda qalmır. Əskərlərimiz ayıq-sayıq və tətikdədirlər. Onlar ordunun hərbi gücünü genişləndirməyə və artırmağa sadiqdirlər, deyə məqalədə bildirilib. Qəzet aparılan danışıqlarla bağlı isə İranın nə çox optimist, nə də çox bədbin olduğunu bildirib. Qeyd edək ki, danışıqların davam etdiyi zaman ərzində bir çox Amerika və İsrailli rəsmi və qeyri-rəsmi nümayəndələr İranın danışıqları nüvə silahını əldə etmək üçün uzatdığını bildirirlər. Sepaha bağlı bu qəzetin İran ordusunun öz hərbi gücünü genişləndirməyə və artırmağa sadiq olduğunu bildirməsi İranın nüvə silahını əldə etməyə çalışması kimi anlaşıla bilər. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.